Vəzifədə olan insanların bir məsuliyyəti var. Övlad tərbiyə etmək məsuliyyəti, cəmiyyətə açıq olmaq məsuliyyəti, şəffaflıq və s. və s. Məzahir Pənahov bu yerdən qınayırlar və doğru qınayırlar. Məzahir Pənahov statusda olan ölkənin prezidentinin seçkilərində altından imza atan, millət vəkillərinin, bələdiyyə üzvlərinin, referendumun altından imza atan bir adam övladını elə tərbiyə etməlidir ki, övladı bir qadına şiddət zorakılıq tətbiq etməz. Yaşaya bilmirsən, git boşan. Adamı niyə döyürsən? Və ondan çıxan suallar, bu pulu hardan alımsan, necədir? Məzahir Pənahov çıxıb izahat verir. Təbii ki, onun oğlu Məhəmməd qazanmayıb pullar. Bu qədər sadədir. Ona görə də bu məsələlərdə cəmiyyət haqlıdır. Heç kimə boşuna əl açmaz. Bir insan sənə əl açırsa, millət vəkili olaraq, məmur olaraq, vətəndaş olaraq, ziyalı olaraq, siyasətçi olaraq, partiya sədri olaraq düşünməlisən, cavabını tapmalısan. Bu insan nədən bu vəziyyətə düşüb? Bunun bu vəziyyətə düşmə səbəbləri nədən ibarətdir? Bax, birinci növbədə millət vəkili pul kəsmir deməkdən əvvəl millət vəkili deməlidir. Bunun səbəbi nədir? Onu parlamentdə qaldırmalıdır, onu ictimai müzakirəyə çıxarmalıdır, onu seçici ilə müzakirə etməlidir və o problemlərin kim və insanı o vəziyyətə salıb ki, getsin, kiməsə ağız açsın, işləməsin, başqa ümid olmasın və s. Onun səbəbini parlamentdə müzakirəyə çıxarırsın. Amma məndən pul istədilər, filan etdilər və s. kimi məsələləri o ən sonuncudur. Sizcə kim dilənçiliyi vərdişə çevirə və yaxud da peşəyə çevirə bilər ki, artıq əlacsızlıq var. Sonra peşəyə çevrilə bilər, amma ilk dəfə əlini kiməsə kömək üçün uzadan adam belə çox xəcalət çəkir, ölür, yerə girir, vicdanı qarşısında əzilir, özünün qürurun sındırır. Sonra ola bilsin ki, o artıq peşəyə çevrilir və davam edir. Lakin bizim insan o insan deyil, bizim Azərbaycanlılar o deyil və bizim seçici də o deyil. Ona görə də onun səbəblərini axtarmalıdır. Millət vəkili də, məmur da, dövlət strukturları da, ictimai institutlar da, siyasi institutlar da. O insan niyə kimdənsə pul istəyir? Bax, bunun cavabı tapılmalıdır. Yaxşı millət vəkili modeli seçicinin sevdiyi millət vəkili. Seçici onu sevirsən, seçicinin qarşısına çıxa bilirsən, seçici ilə hətta ünsiyyətdə olarkən öz seçicisini tanıyırsa, Azərbaycan böyük bir ölkə deyil. Mən 3 dənə millət vəkili olmuşam. Seçicilərimin az qala 90%-ni adbar tanıyır. Az qala adbar tanıyır. Və seçicilərim istənilən vaxt telefonum var idi, zəng edə bilirdilər, görüşə bilirdilər, mən yanlarında olurdum. Xeyirlərində, şərlərində, mən əksəriyyətin toylarında olmuşam. Əksəriyyətlərinin yasında olmuşam. Təvazökarlıqdan uzaq olsa da deyib, Azərbaycanda hələ heç kim mənim kimi millət vəkili nümunəsi ortaya qoymuyor. Seçici ilə münasibətdə. Niyə deyirəm təhsil və sağlamlıq? Birinci sağlamlıq, sonra sağlam olmayan insan cəmiyyətə heç bir fayda verə bilməz. Təhsilsiz insan da cəmiyyətini irəli apara bilməz. Bu ikisi olmasa, istəyirsən pulun göydən tökülsün, istəyirsən pulun içində üzü, heç bir mənası yox. Bizim təhsilin vəziyyəti çox ağırdır. Olduqca ağırdır bizim təhsilin vəziyyəti. Bir neçə dəfə də qeyd etmişəm. Təsəvvür edin, vəzifəyə gedən məmurların əksəriyyətinin CV-sinə baxın. Hamısında yazılır, xaricdə təhsil alıb. Harvardda təhsil alıb, Yale'də təhsil alıb, Stanfordda, Oxfordda, Chicago'da, nə bilim, Harvard. Bəs Bakı Dövlət Universiteti, bəs İqtisad Universiteti, bəs Memarlıq və İnşaat Universiteti, bəs Sənaye Universiteti, bəs Texnologiya Universiteti, bəs Pedaqoji Universiteti. Niyə oxudursunuz onu? Əgər prioritet onlaradırsa, nəyiniz çatmır ki, sizin kadr bu ölkənin idarə etməsində prioritet əldə edib iştirak etməz? Dövlət bunu düşünməlidir. İkinci, təhsil fundamental olaraq, kökündən olaraq təhsilin sistemi dəyişməlidir. İdarə etmə sistemindən tutmuş mexanizmlər. Bax, indi mart ayının əvvəllərində orta məktəb şagirdləri imtahan verdilər. Nə mənası var? Niyə məktəbi belə bir sirkə döndərilib? Məktəb niyə belə bir sirkə döndərilib? Nədən ötürü? Bunu düşünüblər. Biz Ümid Partiyası olaraq tamamilə fərqli şeylər təklif etmişik. Biz ilk illərdə 3 siniflər üçün, 9, 10, 11-ci siniflərin orta balı 85-100 arası olanlar
İmtahansız bir ixtisas seçib universitetə daxil ola bilərlər. Orada da müsabiqə olacaq. 85-75 bal toplayanlar, orta ixtisas təhsili, kolleclərdə, liseylərdə, texnikumlarda və s. təhsil ala bilər. Ondan aşağı olanlar peşə təhsili üçün sənəd verə bilərlər və imtahansız qəbul olunur. Və bir də test üsulu ilə bir dənə də imtahan müəyyən olunur. Baxın, bu niyə vacibdir? Bir ixtisas. Mən geolog olmaq istəyirəm. Gəlir vəziyyət elə düşür ki, mənim topladığım bal qane etmir, mən gedib düşürəm biologiyaya. Və mən deyirəm, mən onsuz da burayı istəmirdim ki. Nizami deyirdi, mahir bir palançı olsa da insan yaxşıdır yarımçıq papaqçılıqda. Bu ixtisas seçimi yarımçıq papaqçılıqdan başqa bir şey deyil. Adam peşəsini sevmirsə, o peşəkar ola bilməz. Mümkün deyil, onun peşəkar olması qeyri-mümkün. Birinci növbədə peşəni seçmək üçün adama 85-dən 100-ə qədər bal toplayıbsa, ortalama qiyməti bu qədər olubsa, adam getməlidir, bir ixtisas seçməlidir və orada müsabiqədə iştirak etməlidir. Bu qədər sadədir. Daha bura düşmədim, bura düşəcəm. Bir də görürsünüz ki, kim olmaq istəyən gedib kulturolog olur. Həkim olmaq istəyən zoolog olur. Belə şeylər olmur. Bu insan cəmiyyətə fayda verə bilməz. Ona görə də bizim peşəkarların sayı bu qədər azdır. İkinci, 85-100 bal və yaxud da 85-75 bal və 75-dən aşağı toplayanda müəllimlərin attestasiyasına heç bir lüzum yoxdur. Avtomatik olaraq müəllimlə əmək müqaviləsi bağlanır. Ortalama sinifin qiyməti, məsəl üçün 76 deyilsə, sizə bir il möhlət verilir, bir ildən sonra sizin əmək müqaviləsi ləğv olunur. Siz tədris edə bilmirsiniz. Fərz edək ki, bir müəllim oturdu masanın arxasında sualların hamısını doğru, düzgün cavab verdi. Bəs onun pedaqoji qabiliyyətləri, bəs onun şagirdə, tələbiyə ötürmə imkanları, bəlkə heç ötürə bilmir. Bəlkə o imkanları, o qabiliyyəti yoxdur. Elə belə skolastik bura əzbər bilir bunları. Axı, bunun adı pedaqogikadır. Bunun adı dərsdir. Bu, təbii tənzimlənməlidir. Bir sinifin, mən tarixdən dərs deyirəm bir sinifə, fərz edeyim. Mənim bu il sinifimin ortalama qiyməti 72-dir. Məni çağırırlar. 70-dən aşağı olanda avtomatik müqaviləyə xitam verilir. Bu müqavilə şərtlərində, əmək müqaviləsi şərtlərində nəzərdə tutulmalı. 72-dirsə məni çağırırlar, deyirlər ki, sizə bir il möhlət veririk. Bir ildən sonra sinifinizin qiymətləndirilməsində bal 76-dan aşağı olacaqsa, sizin əmək müqaviləniz xitam veriləcək. Onda repetitorluğa heç kim qaçmayacaq. Onda hər kəs öz bildiyini sinifdə öyrədəcək. İndi müəllim nə edir? Müəllim girir sinifə, görür Həsən, Hüseyin, Vəli, Gülnar, Ləman, bunlar yaxşı başı tərpənən tələbələrdir. Deyir, siz evə gəlin, məndən məşğul olmalı. Falan məndən də orada güya dərs keçirmiş kimi də var. Amma o sinifin aşağı olanda, o müəllimliyi itirəndə və s. itirəndə artıq onda sinif qarşısında hesabatlı olacaq. 3 ildən sonra görəcəksiniz ki, bir dənə fərdi repetitor və yaxud da kurslar yoxdur. Müəllim dərsdə öyrədə bilir artıq. Təsəvvür edin, diplomların tanınması məsələsi. Hər il sertifikasiya, nə bilim, hər bir şey. Təsəvvür edin, vəkil bir xidmət növüdür. Milyon dəfədir qaldırmışam bu məsələ. Vəkil bir xidmət növüdür. Adam Bakı Dövlət Universitetinin və yaxud da bir başqa universitetin hüquq fakültəsini tutarır, gedir vəkilliyə imtahan verir. Bəs bu nə oxumuşdu? Bəs bunun diplomu nə idi? Nədən ötürü idi? Necə yəni vəkillər bürosu bir vəkilin vəkil olmasına izin verməlidir? Bu xidmətdir adamlara, bərbər kimi bir şeydir. Saçını yaxşı qırxmırsa bərbər, o bərbərin yanına getməyəcəksin, gedəcəksin təzəsinin yanına. Bu vəkil də sənin məhkəmədə hüquqlarını qorur. Yaxşı qorumayacaqsın, gedəcəksin başqasının yanına. Bunun üçün niyə dövlət nəzarəti olmalıdır? Nədən ötürü? Axı bu diplom alıb Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirir. Bunun ixtisası hüquqşünasdır. Bunun rəsmən diplomu Təhsil Nazirliyi tərəfindən tanınıb. Bu niyə imtahan verməlidir? Demək, sənin orada təhsilin yerində olmuyor. Özün də bilirsən. Özün də bilirsən ki, orada oxumayıb. Mən belə təhsilin nəyindən razı qala bilərəm. Ona görə deyəm, təhsil bütövlükdə dəyişməlidir. Bu cür təhsillə biz heç biləcəkdən o tərəfə keçə bilməyəcəyik. Bizim təhsil, bizim cəmiyyəti batırır. Səhiyyəyə, sağlam insan olmadan bu cəmiyyətdə heç nəyə nail olmaq mümkün. Baxın, Azərbaycanda ürək tutmalardan ölənlərin riski 95%. Dünyanın axırdan ikinci yerindəyik.
Niyə? Heç fikirləşdim ki, bir, yediyimiz qidalar, iki, mütəmadi həkim müayinəsindən keçməməli. Niyə keçə bilmir? Pulu yoxdur. Niyə keçə bilmir? Bu adam bu vərdişlərə dövlət tərəfindən yiyələndirilmir. Mən əvvəllər də təklif etmişdim. Diaqnostika mərkəzləri açınca ailə həkimləri institutu yaranır. Hər bir adamın kartotekası olsun. Ailə həkimləri mütəmadi ailəni ziyarət etsin və o kartotekanı doldursun. Bu uşaqlıqdan ta böyüyə qədər ki, bunun hansı xəstəlikləri var və hara müraciət etməlidir. Və sığorta elə bir həddi olmalıdır ki, o ailə həkiminin yazdığı mütləq sığorta qruplaşdırılmalıdır. Bu ərazinin xəstəxanalar ərazilər üzrə artıq formalaşdırılmalıdır. Mərkəzi klinik xəstəxana, Topçubaşov adlı eksperimental cərrahiyyə, Respublika xəstəxanası yox. Tutaq ki, Nizami rayonunda yaşayırsan, Nizami rayonunun mərkəzi xəstəxanasına icbari sığorta ilə gedib tikməlisiniz orada, qurmalısınız, getməlidir Nizami sakinlər ora. Həkimlər də fərqli şəkildə seçilməməlidir. Yəni, bu şəkildə olmur. Bu şəkildə təhsillə səhiyyə bizi faciəyə aparır və biz sağlam deyilik, biləsiniz. Heç bir halda Azərbaycan cəmiyyəti sağlam deyil. Peyğəmbər də İslam dinini gətirəndə hamı daşlayırdı. Elşad Miri çox yaxşı bir işlə məşğul olur dostumuz. Maarifçiliklə məşğul olur. Xurafatı dağıdır. Dindən sui-istifadə edənlərin üzərinə xətt çəkir. Daha doğru və heç bir şeydən kənar Quran-ı Kərimə istinad edərək mövqelərini qoyur. Mən hesab edirəm ki, daha çox Azərbaycan televiziyaları, dövlət televiziyası, ictimai televiziya, Qafqaz Müsəlmanları İdarəsinin bir yerdə təbliğatçısına çevrilir. O günü verilişlərinin birində çox dəhşətli bir fakta rast gəldi. Babasil duası deyilən bir kitab çıxıb. Onu da dini komitənin razılığı ilə nəşr edilir. Bu nə deməkdir? Bu nə cəhalətdir? Bu nə xurafatdır? Bu milləti, bu cəmiyyəti hara daşımaq istəyirsiniz? Və mən bu istiqamətdə hökumət nümayəndələrinə də, səlahiyyətli dövlət qurumlarına da müraciət edirəm. Elşad Miri kimi ilahiyyatçıları Azərbaycan televiziyasında yalvarıb, ictimai televiziyada yalvarıb, xahiş edib, minnət edib, efir saatı vermək lazımdır ki, din cəhətdən millət savadlanırsın. Hər kəs yerini biləcək. Hər kəs. Yerini bilməsən, başqa yerlərdə olacaqsan. Bizi xəlq edən Allah bizi cinslərə ona görə bölüb ki, hər kəs öz yerini bilsin. Qadın yerin, kişi yerin. Bu masanı çıxartmaq lazımdırsa bu otaqdan, mən sizə demərəm bu masanı götürün bu otaqdan çıxardaq. Bir kişi çağıraram, deyərəm bu otaqdan çıxardaq. Bir bayram dönəmində, eyni bayramdır, gül vermək lazımdırsa sizi tərcih edərəm. Heç bir kişini tərcih etmərəm. Sizi gül verib təbrik edərəm. Fərqlərə baxırsınızmı? Cəmiyyətdə də bunu qadın nəzərə almalıdır. Egolar və zaman-zaman özünü aşağılıq kompleksində hiss edənlər bütün bu üstünlüklərin hamısından yararlanmağa çalışırlar. Və təbii ki, onda da müxtəlif fikirlər yaranır. Çox təəssüf ki, Azərbaycan qadınına indi də aşlanır ki, sən aşağısan, sən azad olmalısan, sən müstəqil olmalısan, iqtisadi cəhətdən heç kimdən asılı olmamalısan. Ya adam, niyə bunu aşılıyırsınız? Biz kişilər imperialist zat deyil ki, işğalçı zat deyil ki, gəlib işğallar. Bu təbiətin yaratdığı bir şeydir. Bilirsinizmi? O insanlar sərbəst seçim etsin, rahat yaşasın. Amma təlqin etməyin ki, sən azad olmalısan. Kimdən azad olursunuz? Nədən azad olursunuz? Bu yanlış təbliğatların nəticəsidir ki, düşüncələr, təfəkkürlər döyüşür, toqquşur. Azərbaycan cəmiyyətində problem qadın-kişi problemi deyil. Azərbaycan cəmiyyətində problem güclü-gücsüz problem. Azərbaycan cəmiyyətində güclü-gücsüz əzir. Qadın da gücsüz olduğuna görə əzilir. Nə zaman ki bu cəmiyyət güclü-gücsüzü əzməyəcək, haqq, ədalət təcəlli edəcək,
Azərbaycanda güclü, gücsüz məsələsindən çox haqlı, haqsız məsələsi müstəvisində problemlər həll olunacaq, qadının heç bir problemi olmayacaq. İndi qadın uşağını döyür. İstənilən ailədir. Kimdən soruşsanız, uşağın, hansı birindən soruşsanız, atam mı səni çox döyüb, anam mı? Deyəcəyəm. İstənilən uşaqdır. Sizcə niyə? Güclü, gücsüz problem orada da var. Orada da var. Və bizim problem güclü, gücsüzdür. Biz nə qədər ki, güclü, gücsüz məsələsini haqlı, haqsız müstəvisinə çıxarmamışıq, belə davam edəcək. Orada qadın problemi axtaranılacaq, feminizm də axtaranılacaq, kişi aqressiyası, kişi gücü, zoru da axtaranılacaq hər bir yerdə. Bunlar güc hər şeydir. Amma ailəsənsə, bir şeyi düşünməlisən, məndən imtina etmiş adamsan sən artıq, bizsən. Ailədə güc dediyiniz iqtisadi faktor biz olmalıdır. Mən olanda o ailə deyilmiş. Ən azı təfəkkür. Məsələlərin mahiyyəti onda deyil, kim etdi, qadın mı etdi, kim etdi. Ona gətirən səbəb nədir? Ona tapmaq lazım. Münasibətlər sistemində o yerə gətirən səbəblər nədir? Onu tapmaq lazımdır. Əsas olan odur. O tapılmasa fərqi yoxdur. Qadın mı etdi, kişi mi etdi, ya kim etdi? Məsələ bundadır ki, münasibətlər sistemi görünür, doğru qurulmur. İşləməyin, işləməməyin, evdə olmağın, qonşuda olmağın heç bir mənası yox. Məsələ münasibətlər sisteminin pozulması və münasibətlər sistemindən doğan bu tipli addımların baş verməsi. Demək ki, orada münasibətlər yerində olmuyor və ya yerində deyil. Bunun işləyib işləməməyə, evdə oturmağa və yaxud da telefonun olub-olmamağına, sosial şəbəkədə olub-olmamağa heç bir aiddir. Təbii ki, hamımız istəyərik ki, rahat şütüyək, vaxtımızı itirməyək yollarda. Amma onu da mı dərd edək? Dünyanın hər yerində belədir. Neynəməliyik? Hep facı eləyək onu. Boşa deyirdi ki, əlinizdə nə var, onunla xoşbəxt olmağa çalışın. O sıxlıqda da xoşbəxt olun. Bir kitab oxuyun, bir informasiya alın, falan eləyin, bir musiqi dinləyin, bir dostunuzla danışın, danışmadığınız bir yaxınınıza telefon açın. Bizim insan biraz aqressivdir, biraz bizim insanlar hirslidir, əsəbidir biraz. Biraz bu aqressiyanı biraz yerə qoymaq lazım. Gülümsüyün, İstanbulda yoxdur mu? Romada yoxdur mu? Londonda yoxdur mu? Washingtonda yoxdur mu? Hər yerdə var da. Ya belə, ya belə. Nə fərqi var? Gedin, hara gedəcəksiniz? Hara qaçacaqsınız tıxaçda? Mən elə olub ki, Romada 8 saat tıxaçda qalmışım. 8 saat. Allah şükür, Bakıda heç qalmamışım. Problemlərimiz var. Təbii ki, həll olunan problemlərdir. Tıxaç problemini də aradan qaldırmaq olar və s. və s. Amma yenə deyirəm, bunu faciəyə çevirmək. Bəzən bizdən inciyirlər. Problemləri dediklərimizə görə, niyə belə dediniz? Ona uyğun böyük Sabirin bir şeir var, şairəm, çünki vəzifəm budur, əşar yazım. Gördüyüm nikübədi, eyləyim izhar yazım. Günü parlaq, günüzü, ağ gecəni tar yazım. Pisi pis, əyrini əyri, düzü həmvar yazım. Niyə bəs böylə bərəldirsən, aqari gözünü? Yoxsa bu aynədə əyri görürsən özünü? Şeirə məşğul edərək xatiri qəmmailimi, qoyuram qənşərimə kağızımı, çernilimi, gəlirəm yazmağa bir kəlmə tutursan əlimi, qorxuram, ya nə üçün, çünki kəsirsən dilimi. Ey əcəb, mən ki sədaqət yolunu azmayıram, hələ gördüklərimin 1/4 yazmayıram, hələ mən 1/4 yazmayıram, karına bax, üstümə gündə çəkirsən bu qədər arına bax, özünü insaf elə, əfkarına, ətvarına bax, İstəmirsən yazım, öz eyibli kirdarına bax. Kişisən eybini qam mənlə əbəs cəng eləmə, özünü həm məni bu barədə diltəng eləmə. İstəmirsiniz danışaq, bu problemlər olmasın, səlahiyyətli adamlar bu problemləri həll etməlidir. Təşəkkür edirəm.